İlhamı dəstəkleyen İsraili deyirəm. Netanyahu hakimiyyətini deyirəm. Görün bizi necə qoyun yerinə qoyubdu. Görün bizi necə sındırıbdı İlham Əliyevin əlindən. Baxın ha, İsrail, Netanyahu. Mən İsrail deyirəm niyə? Rabilər kimi xahiş getdi? Yeganə İlham Əliyevi Trump'dan. İlham Əliyev orada saxlayan hansı güclərdir? İsrail, Netanyahu, Rabilər, İsrail lobbisi. İlham Əliyev Epstein'də Trump'dan tanış olub. Jeffrey Epstein kimin dostuydu? İlhamın, Emin Ağalarov'un, Epstein'e uşaq daşıyanın, Andrew'in bir kuru qoyublar bunlar. Ay İsrail, siz bizi bu qədər mi qoyun hesab edirsiniz? Görürsən ya Hüseyin deyib, nəm Kalyas gemilərindən Boeing gemilərinə qədər hamı İranın müdafiəsinə qalxdı. Siz müasir silahlarla hər cürə İranın texnikalarını məhv eləyə bildiniz, amma imanını məhv eləyəmədiniz. Ay İsrail, ay Netanyahu, adamda bir abır olar da. İlk dəfə Amerika, İsrail, Kürdlərdən istifadə eləyəndə, İrana qarşı savaşmağa istifadə eləyəndə, Kürdlər nə dedi? Bəzi rəhbərlər. Dedi ki, 47 ildir bu an üçün hazırlaşırıq. Demək ki, siz İsrail 47 ildir heç bir yerdə işləməyən 100 minlərlə terror örgütünü, bunların hamısını pulla bəsləyirmişsiniz. 47 ildir. Sadəcə avtomat çiynində biraz orada vuruşar, biraz burada vuruşar. İllərlə yiyib yatarlar ki, nə zamansa İrana qarşı savaşdıracaqlar bizi. Yaxşı, və bizi Peşmerge ilə, PKK ilə bir yerdə savaşa soxacaqdınızsa, ay İsrail, ay Netanyahu, bizə niyə yemək vermədiniz? Bizə niyə uşaq pulu vermədiniz? Azərbaycan İsrail'e bağlı PKK idarəçiliyindədir. Bunu bilməyən köpək yolu yox. Yaxşı, bizə niyə uşaq pulu vermədiniz? Bizi savaşdıracaqsınızsa. Peşmerge'ye vermişsiniz. PKK'ya, YPG'ye vermişsiniz. PYD'ye 100 minlərlədirlər sayları. Onlara vermişsiniz. Onları yedizdirərək, bəsləyərək savaşa batırsınız. Amma bizi kişiliyi məhv eləyərək, polis şöbələrində qeyrətli oğlanların götünə pulka soxaraq, petxulara 560 manat, birinci qrup Qarabağ əlilərinə 360 manat verərək, bütün sənədləri bağlayaraq, ana uşaq ölümünə görə birinci yerə qaldıraraq, infarkta görə birinci yerə çatdıraraq, balaca uşaqların ürəyində stent var 18 yaşında, 19 yaşında, dünyanın heç arasında belə bir şey yoxdur. Kərçək xəstəliyinə görə dünyada birinci yerə çıxdıq. Biz təcə neft, qaz ixrac eləmirik, biz qadın ixrac eləyirik. Niyə bu ölkənin bu qədər əxlaqını aşağı saldınız? Hətta Azərbaycan əxlaqını aşağı salmaq üçün prezident ailəsində belə boşanmalar oldu ki, xalq desinə, İlhamın arvadının Lukashenko ilə adı çıxanda, mənimkinə cəhənnəmə çıxsın. İlhamın qızı boşananda, mənimki cəhənnəmə. Bir xalqın əxlaqını, mədəniyyətini, təhsilini, hər şeyi İsrail olaraq, PKK rejimi olarak aşağı saldınız. İndi bizi PKK ilə göndərirsiniz İrana savaşmağa. Dələmədin. Baxın o, bizi nə tər qoyun yerinə qoyublarsa, bu 100 minlərlə orduyu bəsləyərək, ailələrinlə bir yerdə, uşaqlarınla bir yerdə, pul buraxaraq, bəsləyərək, bunları ora soxurlar. Onların soxulma haqqı var, 47 dolar bəsləyibdir İsrail, Amerika. Bizə uşaq pulu verməyib axı. Neftimizi, qazımızı qoxlamamışıq axı. İsinmədi istisinə, kör olduq üstüsünə. Bizi də yedizdirərdiniz. Orta məktəblərdə narkotik satdırdınız. Kimyəvi narkotikdən xalqın qamətini əydiniz axı. İbtidai icma quruluşunda, feodalizm quruluşunda qullara verilən dəyəri belə bizə vermədiniz. İndi bizi savaşa soxursa, bəslədiyiniz PKK ilə bir yerdə. İndi sən deyirsən İlhamın ətrafında birləşə biz savaşa girək. Dəmir yumruq başımıza dəyib, başımıza. Elə bir ailə yoxdur İlham Əliyev ona bəla bəxş eləməsin. İndi sən deyirsən İlhamın ətrafında birləşə İrana qarşı savaşa.